Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük Cavid Abzərli kanalında. Əziz dostlar, bu bizim əl işimizdir. Bu bizim əl işimizdir. Bu da həmən o aparatın nəticəsidir. Allah bərəkət versin. Bu videonu çəkməkdən məqsədim odur ki, o bəzi müştərilər ki var, təzə başlayır, heç bir nətər deyim, pratikası yoxdur, heç bir anlayışı yoxdur. İnkubator istifadəsində hansısa səhvə yol verir və yaxud da yumurta mayasız olur və yaxud da işığı sönür, nə kimi hallar baş verir. Nəticədə bala ala bilməyəndə inkubator ustasını günahlandırır. Yəni bunu çəkməkdən məqsədim odur ki, bu qardaşımız, adını da bilmirəm, Novxaniyə, Ayaz qardaş, Novxaniyə məni dəvət edib gəlmişəm. 2 ildir bizim bu inkubatoru işlədir. Ona görə mənə artıq söz lazım deyil. Mənə konkret öz fikirləri lazımdır. Buyur qardaş. Mən 2 ildir işlədirəm qardaş. Heç bir çətinlik olmur. İndi bu günlərdə də ki, o sensori şey olmuşdu. Ondakı öz səhvimdir. Qurtcalamışdım. Ondan olmuşdu. Heç bir problem yoxdur. Göz qabağında düzələri də, çöldə də varımdır. Bir dənə ördək balasında çətinliyim olur. Lal ördək. Qalıq hər bir şey. Qırqovlu, kəkli. Orada da var. Göstərə bilərəm balaların. Brahma zat superdə çıxış verir. Allah bərəkət Tanımadığın versin. adamla alanda yox, bilmirsən. Amma öz yumurta qoyanda, öz yumurtasını qoyuram. Super, 90-95% nəticə alırsan. Allah bərəkət versin. 2 ildir də istifadə edirsən. Bir narahatsızlığın var qardaş. Yay qış işlədirsən də. Bəli, bəli. Allah bərəkət versin. Mən tanıyanlar da tanıyır, yəni düzəmi, özümü hamı gəlib məndən alır. Allah bərəkət versin. Kimə də cücədir, yumurtadır, belə şey lazım olarsa bu qardaşımıza müraciət edə bilər. Yeri Novxanıda yerləşir. Adı da Ayaz qardaşımızdır. Buyurub gəlib cücədən, yumurtadan yararlana bilər. Oldu qardaş. Allah bərəkət versin. Bunlar da yəqin damazlıqlarındır. Hə, onlar toyuqlarım, orada çolkalarım var. Qırqovlularım, çəkiklərim var. Allah bərəkət versin. Burada da qırqovu çəkik düzələr. Allah bərəkət versin. Allah bərəkət versin. Sağ ol, özüm çıxartmışam. Həmin aparat. Və nəticə budur. Və nəticə budur. Yəni bilməyən, işlədə bilməyən günahkar axtarır. Səbəbini araşdırmaq əvəzinə günahkar axtarır. Gah inkubator ustasını günahkar çıxarır, gah yumurtanı, gah o bisin, bu bisin. Allah bərəkət versin qardaş.